Əziz abituriyentlər, əziz izləyicilər, bugün 9 Mart buraxılış imtahanına düşən mətn tapşırıqlarına baxırıq. İlk mətnimiz deməli bədii mətndir, bədii üslubda olan mətndir, Dərbənd ətrafında olan mətndir. Mətnlə siz tanışsınız, mən keçirəm suallara. 41-ci sualda deyir ki, mətnə əsasən səbəbini müəyyən etmək mümkün deyil. 41-də deməli, Əmir Teymurun Kür çayının sahilinə düşərgə salmasının səbəbi mətndə verilməyib. Demək, döyüşçülərin şəhərin hasarlarına yaxınlaşa bilməməsini oxlarla vururdular. Cormağan xanın heyrətlənməsinin səbəbi o idi ki, gedir görür qala boşdur. Deməli, bu da verilib. Qalanın içindəki sakinlər sığınmışdılar ora. Demək, bu da verilib. Cormağan xanın Əmir Teymurun ədavət bəsləməsinin səbəbi yoxdur. 41-də olacaq C variantı. 42-də nə deyir bizə? Deyir ki, əvvəlinə rəqəm yazmış hansı cümlələr mətnindən çıxarılsa məzmuna xələl gəlməz. Bu tipli sualları biz mətn tapşırığında DİM test toplusunda da görürük. Yəni, mətn sualları çox rahat suallardır. DİM test toplusunda, dəfələrlə OTK sınaqlarında, güvən sınaqlarında da bu tipli testləri biz görmüş oluruq. 42-də deməli, əvvəlinə rəqəm yazmış hansı cümlələr mətnindən çıxarılsa məzmununa xələl gəlməz. Bu tipli sualları yerinə yetirəndə çalışın onun özündən sonraki və özündən əvvəlki cümlələrə baxın. Hökümdarın çadırına toplanmış oyanlar, solkordular. Oradakı bunu çıxarsaq, yəni birinci cümləni çıxarsaq mətndə çox ciddi dəyişiklik baş verər. Amma ikinci cümləyə keçək. Deməli, deyir ki, özünün əvvəlki cümləyə baxanda qala divarlarını dağıtmaq təlimatı almış döyüşçülər Dərbənd üzərinə yeriməyə başladılar. Lakin onlarla qala arasında hətta 50 addımdan az məsafə qalanda oradan bir oxun belə atılmaması Toxtamış xanın ən yaxın adamı Cormağan xanı təəccübləndirdi. Yəni bu mətni, bu ikinci cümləni çıxarsam, onu təəccübləndirməm məsələsi bu heç bir mətnə xələl gəlməz. Keçək üçüncü cümləyə baxaq. Üçüncü cümlədə nə deyir? Xanın əmri ilə belə vəziyyətdən təəccüblü olan döyüşçülər irəli atıldılar. Yenə də bu cümləni çıxarsaq heç bir xələl gəlməz. Əvvəlinə də baxsaq, sonuna da baxsaq. Onların əllərində dairəsi iri, qalxana bənzər qorunmalı alətləri var idi. Bunu çıxarsaq ciddi xəta baş verir cümlədə. Yəni ardıcıllıq pozular, məzmun ardıcıllığı pozular. Cavab olacaq 2 ilə 3. C variantı 42-ci sualda. 43-də nə deyir bizə? Deyir, mətnə əsasən cədvəldəki uyğun fikirləri müəyyən edin. Doğrudur, yanlışdır, ehtimaldır. Yəqin ki, burada siliblər. Yanlışdır, ehtimaldır. Yəni, doğru, yanlış, ehtimal suallarda dəfələrlə siz işləmişsiniz. Yəni, doğruda doğrunu götürəcəyik, yanlışda yanlışı, ehtimalda ehtimalı. Toxtamışın planları arasında maddi mənfəət əldə etmək də var idi. Bu doğrudur. Şirvanşahlar Şirvanşah İbrahim əhalini Dərbənddən zorla çıxartmışdır. Yanlışdır. Bu yanlış hissədə olmalı idi. Qalada müqavimətlə qarşılaşan Toxtamış xan geri çəkilməyə məcbur olur. Yanlışdır. Götürəcəyik. Dərbənd üzərində hücum keçən döyüşçülər qala divarlarını dağıtmaq üçün göstərişlər almışdır. Bu yanlış hissədə doğrudur, amma yanlış hissədə verilib. Ehtimala baxaq. Çaparın gətirdiyi xəbər Toxtamış xanın əhval-ruhiyyəsinin dəyişikliyə səbəb oldu. Bu ehtimaldır, təbii ki, ehtimal hissədə verilib elə. Şirvanşah İbrahim ilə Əmir Teymur arasında soyuqluq var idi, bu isə ehtimal deyil. Cavab olacaq 1, 3, 4, 5, yəni B variantı. 44-cü sualda nə deyir bizə? Klasteri tamamlayan Toxtamış xan haqqında işğalçı hökümdardır. Demək, 44-də baxaq. Dərbənd keçidinin ələ keçirilməsində əhəmiyyətli hesab edirdi. Bu doğrudur. Düşmənin necə həmlə edəcəyini qabaqcadan dəqiq müəyyən edir. Yanlışdır. Qabaqcadan bilmirdi. Çünki gedir görür qalada boşdur. Və qala divarlarını aşmaq istəyəndə oxlarını onu ateşə tuturlar. Ordusun. Yaranan fürsəti dəyərləndirir. Bu da doğrudur. Cavab olacaq 1, 3, B variantı. Daha doğrusu B variantı. Üzərində rəqəm yazılmış sözlər əsasında uyğunluğu müəyyən edin. Üzərində rəqəm yazılmış sözümüz hansıdır? Biz baxaq ona. Üzərinə yerimək 1. Buraya yazıram yerimək. İkinci, irəli yeridi. Bizdən 45-də deyir ki, qoy sualı tam ekrana gətirim. Deyir, üzərində rəqəm yazılmış sözlər əsasında uyğunluğu müəyyən edin. Addımlamaq sözünün qarşılığıdır. Xeyr. Saat heç yerimir, ürəyim rap sıxılırdı cümləsində kontekstə görə
eyni mənada ifadə edən söz işlənmişdir. Baxaq burada, yəni Şirvan üzərində yerimək. Bir də deyir ki, hansı idi ikinci yerimək sözü harda idi? Bir dəqiqə. İşte burada. Hə, biraz da irəli yeridir. Sualı tam gətirək. 45-də. Demək, heç saat yerimirdir, yəni lap sıxılır cümləsində kontekstə görə eyni mənada ifadə işlənmişdir. Hücum etmək anlamındadır. Birə olacaq C variantı. Yəni orada Şirvan üzərinə yerimək hücum edirdi Şirvana. Sonra bunu götürürük. Bir qoca köhnə paltar əynində yeriyir, yolda torba çiynində nümunəsində kontekstə görə eyni mənanı daşıyan sözdür. Bu uyğun gələcək 2-yə, D variantı. Demək, sonra bu işlər bizim vilayətdə yeriməz və salam nümunəsində kontekstə görə mətndəki mənaya uyğun ifadə işlənmişdir. Bu da uyğun olacaq Y variantı. Yəni 1-ə C, 2-yə D-yi olacaq Y variantı. Əvvəllə işarə qoyulmuş sözlərin qarşılığını ifadə etdiyi kontekstə əsasən müəyyən edin. Əvvəlində işarə qoyulmuş sözlərin qarşılığını ifadə etdiyi mənaya əsasən konteksti müəyyən edin. Əvvəlində işarə qoyulmuş sözlərimiz burada bir təxliyə demək hansılardır? Təyin etmək, toxtamış xanım təyin etdiyi vaxtda müəyyən etmək, kələk hilədir. O biri sözümüz hansıdır? Təxliyə etməkdə halını təxliyə etmək, bir yerdən başqa yerə köçürmək, yəni belə deyək də, onun təhlükəsini təmin etmək məqsədi ilə. Altdan xətt çəkilmiş, yəni bu açıq tiplidir, siz yəqin ki yazmısınız bunu. Altdan xətt çəkilmiş cümlələrin mətnin səciyyəvi üslubu xüsusiyyətinə uyğun zənginləşdirməklə, məcazi mənalı ifadə atmaqla yenidən yazın. Altından xətt çəkilmiş cümlələri. Məsələn, mən burada cümlənin qaladakı sakitliyi görən Toxtamış xan da narahat oldu. Qaladakı sakitliyi görən Toxtamış xan təşvişə düşdü. Təşvişə düşməyə məcazi mənadır. Qaladakı sükutun görən, deməli, qaladakı ilə sakitliyi görən Toxtamış xan narahat olduğunun əvəzinə təşvişə düşmək yazmaq olar. Qaladakı qulaq batıran sakitliyi görən, məsələn, bu tipli fikirlər əlavə edib məcazi mənalar artırmaq olar. 48-də mətnə əsasən Şirvanşah obrazı ilə bağlı cədvəl doldurun. Cədvəl yoxdur, cədvəldə indi hansı xüsusiyyətlər varsa onları yazmalısınız. Mətndə nöqtələrin yeni uyğun ifadələr yazmalı, cümləni tamamlayın. 49-da uyğun fikirlər yazmalısınız burada. Toxtamış xan şəhərinin alınmasını həm çətinliyin hesabına, yəni döyüşçülərin canı bahasına olacağını, yəni müxtəlif sursatlar itirəcəyini nəzərə alır, maddiyyatını itirəcəyini nəzərə alır. Bu tipli fikirlər yazmaq olar. Sən saydığınsa görfələk nəzəratlar sözünün mətnində iki müxtəlif məqamda orada da yazır ki, məsələn o qala almaq istəyirlər, şəhərə getmək istəyirlər, amma qala çatanda onlar oxlarla üzləşirlər. Bu tipli fikirlər yazmaq olar. Yəqin ki, burada cədvələ uyğun siz də uyğunlaşdırıb yazmısınız. Növbəti videoda digər mətni, yəni Azərbaycanda parçacılıq sənəti mətnini izah edib indi yerləşdirəcəyəm.